Natiq əmi ütülüyor, natiq əmi hazır cavab olaraq ütülüyor. Hal-hazırda Arif Qərib mənə 20 sual verəcək və mən də onun istədiyi hərflə cavablandıracağam. Hansı hərflə cavablandırım? S hərfi ilə. S hərfi ilə 20 sual cavablayacağam. Görək sürətli şəkildə eyni sözdən istifadə eləməyərək S hərfi ilə başlayan fikirlər səsləndirə bilirəmmi? Başladıq. Natiqlik sənəti nədir və onun tarixi necə formalaşıb? Sevdiyim bir sənətdir və dünyanın ilk sənətidir. Yaxşı natiq olmaq üçün hansı şəxsi keyfiyyətlər vacibdir? Söz ehtiyatını artırmaq çox önəmlidir. Natiqlikdə nitq mədəniyyətinin rolu nədir? Sanki Eyfel qülləsinin qabağında şəkil çəkdirməkdir. Natiqlik sənətinin əsas prinsipləri hansılardır? Sən daha yaxşı bilərsən. Çıxışa hazırlıq zamanı natiq nələrə diqqət etməlidir? Sezirəm ki, bu suallarla məndən bəzi şeyləri qoparmaq istəyirsən. Auditoriya ilə əlaqə yaratmağın yolları hansılardır? Sinifdə olsaydıq deyərdim. Natiqin səsinin tembri, tonu və ahəngi çıxışa necə təsir edir? Səsi gözəl olanı dinləyirlər. Nitqdə pauzaların əhəmiyyəti nədən ibarətdir? Serbiyada olsaydıq deyərdim. Bədən dili və mimika natiqlikdə hansı rol oynayır? Sim kimi, tardakı sim kimi rola malikdir. Natiqlikdə inandırıcılığın əsas şərtləri hansılardır? Səbirlə danışmaq. Səhnə qorxusunu aradan qaldırmaq üçün hansı üsullardan istifadə etmək olar? Senzuranı beynimizdən atmaq lazımdır. Natiqlikdə improvizasiya qabiliyyəti nə üçün vacibdir? Sərasər hər gün bununla bağlı məşqlər etmək lazımdır. Yaxşı natiqlərin çıxışlarını dinləmək niyə faydalıdır? Sevimli natiq olmaq üçün. Natiqlikdə arqumentlərin düzgün seçilməsinin hansı əhəmiyyəti var? Soruşdun, amma sonra deyərəm. Dinləyicilərin diqqətini saxlamaq üçün hansı üsullar istifadə olunur? Sonra deyəcəyim texnikalardan biri də budur ki, insanlara hekayə danışın. Çıxışın giriş, inkişaf və nəticə hissəsi necə qurulmalıdır? Səlis danışaraq, səlis praktik edərək, səlis plan quraraq. Natiqlikdə retorik sualların istifadəsi hansı faydaları var? Səməndər müəllim o vaxt bunlardan çox istifadə edirdi. Natiqlik sənətində ən çox rast gəlinən səhvlər hansılardır? Sükunət. Tarixdə məşhur natiqlərin kimlər olduğunu bilirsinizmi? Siseron, Aristotel. Gündəlik həyatdan natiqlik bacarığından insana hansı üstünlükləri var? Sübut eləyə bilərəm ki, natiqlik özünə güvən göstəricisidir. Siz də hazır cavab olun və özünüzü daha yaxşı ifadə edin.